ki gelim, çatır ecelim. Ne sana güven var daha ne zamana, ne gece keçir ne de bu fikir. Seher ümidim gözyaşımı içir. Hayalim açar sabaha inat, yuxularıma gel git arada bir. Daha mən öz ecelimle qovuşum ölümle, qazıram elimle mezarıma. Qal istesen harda, məni bu mezarda tek bırak indi ölüm. Daha mən öz ecelimle qovuşum ölümle, qazıram elimle mezarıma. Qal istesen harda, məni bu mezarda tek bırak indi ölüm. Salam əziz izləyicilər. Görüş zamanı proqramında xoş gördük sizləri. Bugünkü görüşümüzün qonağı evlərin təmir ustası Təranə xanımdır. Salam Təranə xanım, hər vaxtınız xeyir. Aleyküm salam. Hoş geldiniz müəllim. Təranə xanım, ilk olaraq mən sizi çox gözəl tanıyıram. Amma bizim izləyicilərimizin də sizi tanıması üçün az da olsa özünüz haqqınızda məlumat verərdiniz. Buyurun. Mən Mehdiyevə Təranə, Ucar rayonu Qəzyan kəndindən anadan olmuşam. Ucar rayonu Qəzyan kəndində məktəb oxumuşam, orta təhsilliyəm. Və uşaqlığımız Ucarda keçir, Ucarın rayonları, kəndləri. Belə deyim, kasıb ailədə böyümüşük. Belə orta təbəqəli, ya belə imkanlı olmamışıq, ya kasıb olmamışıq. Bizim ailədə yəni oxumaq, bizim ailədə nə bilim qızların oxumağı, ali savadlı olmağı biraz gəlib məsələdir. Yəni bizdə inkişafdan biraz geri qalmış deyilən bir fasonda. Bizim dövrümüzdə belə deyik. Yəni elə bir şey yox idi. Sadəcə qızlar biraz yeniyetmə yaşlarına çatdı, 9-cu sinif, 10-cu sinif, yəni ta bizim dövrdə deyil. O vaxtda onda qızları sadəcə ailə başçısı olmaq kimi, ailə qurmaq kimi bir niyyətə deyildilər. Bizim də deyəcək bir sözümüz yoxdur. Biz valideynə qarşı həyatda çıxa bilməzdik, valideynin sözündən çıxa bilməzdik. Yəni, indiki hal-hazırki vəziyyətimizin də səbəbi oxumamağımız, yerimizi bilməməyimiz, sənədimizi sahib çıxmaq bilməməyimiz, oxuya bilməməyimizdir. Anladım Təranə xanım. İnşallah belə baxanda sizin sözünüzdə bəli, doğruluq var, amma bir də belə bir şey var da, insanın taleyi. Taleyi biz yazmırıq, taleyi Allah yazır. Bəlkə belə məsləhət imiş, bəlkə oxusaydınız bundan da pis ola bilərdi. Yenə də qismət, inşallah bundan sonra yaxşı olar. Təranə xanım, ailə və həyat şərtləri səbəbilə təhsildən uzaq qalmağınız sizə hansı çətinliklər yaşatdı? Belə deyək, biz uşaqlıqda o qədər çətin həyat yaşadıq ki, bəzi uşaqlar, belə deyim, yeniyetmə yaşlarında kuklu ilə oynayanda və yaxud da ki, həyatda topla oynayanda biz öz evimizi tikirdik. Ta yadımdadır ki, uşaqlıq 6-7 yaşında birimizin də getmədik gələ. Biz palçıq qarışdırırdıq, kərpiş kəsirdik, kərpiş çevirirdik, su daşıyırdıq, elektrik xəstlikləri edirdik. Bizim uşaqlığımız belə gedib. Novata da getmişik, Malqara sürüsünə. Biz uşaqlığımızı bilmədik nətər oldu. Bizim uşaqlığımız çox belə maraqlı keçmədi. Sadəcə ani bir vaxtlar olurdu, boş vaxtlarımız olurdu. Onda uşaqlarımız edirdik, çay qutlarından traktor düzəldirdik, oynayırdıq. Biz ailədə 4 uşaq olmuşuq, əmimlə qonşu olmuşuq, 4 onlar idi, 4 biz idik, 8 uşaq olurdu. Biz 8'imiz yığılırdıq bir yerə, oynuyorduk. Talihin işini bilmək olmaz, Allah işini evlad adısıyla sınamasın. Biz 4 uşaq olduq, 3 uşaq. Bacım rəhmətə getdi. Ondan sonra bizim evdə sükut oldu. Tam dəyişiklik, tam fərqlilik. Yəni, belə deyim, uşaqlıq yaşaya bilmədik. Allah kömək olsun, Allah rəhmət eləsin. Gənc yaşlarında gözəllik salonunda çalışmanızdan sonra ailə qurmaq və ayrılıq mərhələsi həyatınızı necə dəyişdi?
İlk öncə dediyim kimi bizdə oxumaqdır, sənət sahibi olmaq idi. Yox, sadəcə bizdə maddi cəhətdən biraz imkan zəifliyi olduğuna görə biz necə deyim, onu qarşılamalıydıq. Özümüzə baxmalıydıq, özümüzün deyim, problemlərini həll eləməliydik. Yəni alınmırdı. Mənim atam ovçu da olub, balıqçı da olub. Buzu yarırdı qış vaxtı. Mənim atam balıq tuturdu, hilənçinə gətirdi. Bizim evimiz həmişə qonaqlı qaralı olubdu. Səhəri, gün ortası, axşamı. Yəni biz belə yaşamışıq. Sonradan isə belə deyim, baxdıq gördük o vəziyyət alınmır. Biraz bir gün qızı gəldi, biraz ondan danışdı, elədi. Biraz işləmək istəyirəm. Nəsə özüm öz ayağımın üstündə durmağı, nə bilim, çətin həyat olsa da yəni bu yolu seçim ki, bilim ki, heç olmaya öz cibimə pul gəlir. Bəlkə nəsə əldə edə bildim. Uzun sözün qısası, bir xeyli atamın başını xarab edəndən sonra salon işinə düzəldim. Salon işində də belə deyim, getdik, elə olur bacarırsan, elə olur bacarmırsan. Birinci dəfə salon işinə girəndə biraz müdiriyyətimiz, belə deyim, biraz böyük kimi aparırdı. Mən də belə şeyə qəti razı deyiləm, kimsə mənim tutsun da, yəni uzaqbaşı mənim işimə görə kimsə mənə nəsə deyirlər, amma mənim özümə görə, yəni heç kimə heç nə deməyə ixtiyar verməmişəm. Çox şükür Allah, bu günə qədər də ixtiyarı öz əlimdə saxlamışam. Orada belə işlər düz gətirmədiyinə görə, müdiriyyətlə sözümüz səhvləşdiyinə görə mən oradan çıxıb başqa bir salona getdim. Bu salona gedəndə də o bacım ailə həyatı qurmağa nişanlı oldu. Ona dəstək olmaq üçün. Hər gün evə gələndə ya mayonez alardım, ya smetana alardım. Hələ də yadımdadır ki, bacımın nişanına salatlar düzəltməyə, eləmək. Hər gün gəldim, aman tapşırırdı ki, nə qədər qazanmayı, 3 manat, 2 manat, dedim ki, sabahların 5 manatadır, onu alacağım. Ondan sonra bacım ailə həyatı qurandan sonra da mən ailə həyatı qurdum. Belə də gözəl salonun sonu oldu. Təranə xanım, tək ana olaraq 2 övladı böyütmək və eyni zamanda ağır işlərdə çalışmaq sizdən nələri aldı, nələri qazandırdı? Ana olaraq birinci çox xoşbəxtəm. 2 dənə qız evladım var. Sana özüm istəyirəm. Allah sağ olsun. Allah çox sağ olun. Allah bütün balaları saxlasın. Bir ananın vəzifəsi borcu, balaların düzgün böyük nəsiyyət verib, mərifət verib onları böyütmək. Çox şükür Allaha, biz ailəmizdən gördüyümüz tərbiyə bizə yetəri qədər bəsdir artıq. Mən uşaqlarımı böyüdərək yalnız ağlımda, fikrimdə, düşüncəmdə bir şey var ki, mənim uşaqlarım, mənim evlatlarım böyüyəndə mənim yaşadığım həyatı yaşamasınlar, mənim gördüyüm əziyyəti görməsinlər. Bizim çəkdiyimiz, belə deyim, acılıq, bəzən vaxtı yoxsulluq, bəzən vaxtı tək bir qıraqda ağlayıb, ay Allah, varsansa bir çıx özünü göstər, biz niyə belə yaşayırıq, hansı günahımızın cəzasıdır biz belə yaşayırıq, deyilməsin. Mənim, belə deyim, bu işə gəlməyimizdə mənə birincisi güc verdi. Güclü olmağın öyrətdi. Güclü olmağı öyrətdiyi kimi də mənə qadınlığı unutturdu, zərifliyi unutturdu. Necə yaşamağı, qadın necə olar, qadın necə geyinər, necə makiyaj edər, necə gəzər, padruqaları ilə harasa gedərmi, padruqası olarmı? Mənim bu həyatda hal-hazırda padruqam yoxdur. Mənim öz ailəmdən başqa padruqa seçə bilmirəm. Yəni, elə bir vaxtım da olmur. Uşaqlarıma vaxt ayırmaq, ailəmə vaxt ayırmaq. Yəni, bacım, ailəm və salam, yəni bunlarla tamamlanır. Sadəcə arzum, niyyətim odur ki, Allah da mənə elə bir güc, elə bir işlər nəsib etsin ki, yəni qıraqdan baxıb deyilməsin ki, ay təranə işləyir, o qədər işlər olur, qaz vurur, qazan doldurur, belə el arasında məsəl kimi. Belə olmasın. Sadəcə insan alın təri ilə qazandığın, yəni haqsızlıq olmasın da. Mənim uşaqlarımın sadəcə, belə deyim, böyüdüm, iş sahibi eləyim, oxusunlar, ali təhsili olsunlarsa, bunların mən, yəni hər kəs öləcək. Mən başımı torpağa qoyanda, mən bilim ki, mənim uşağımın əlində bir sənət var. Mənim kimi gedir orada, burada mən birinci növbədə xadiməlik eləmişəm, həyətləri süpürmüşəm. Səhər saat 6-da dururdum, 5-də dururdum, axşam saat 6-ya kimi. Mənim sadəcə qızım yandı deyə, qaynaqadan töküldü körpəmin üstünə deyə,
Mən işdən çıxdım. Sonra ev təmizliyinə getdim. Baxdım, gördüm, yox, onunla da uşaq böyütmək olmuş. Ondan sonra ustalığa keçdim. Bir sənətkar vardı, çox sağ olsun. O dedi ki, gəl yanımda işlə. Yəni, qabağa gedərsən, bəlkə əlində ondan biraz artıq olur. Onunla işləyəndən sonra mən necə deyim, hər dəfəsində yıxılırdım, özümü qaldırırdım. Hər dəfəsində yıxılırdım, özümü qaldırırdım. Hər işə gedəndə də mən anamın xeyir duasını alırdım. Allah onu da aldı əlimdən. Allah rəhmət eylesin. Ölənlərinizə rəhmət. Yəni, istədiyim sadəcə mən evlatlarımdan mənim həyatım kimi olmaz. Oxuyub ali təhsilli olsunlar, əllərində bir sənət olsun, işi olsun deyə. İnşallah onların gözəl günləri qismət olar sizə. Hər bir insanın necə ki, pis günləri olduğu kimi yaxşı günləri də olur. Çünki pis günün ömrü az olur deyərlər. Yəni, İnşallah onların bəxtləri də gözəl olar, gözəl inşallah universitetlərə də qəbul olarlar və istədikləriniz də hamısına siz nail ola bilmədiklərinizə inşallah onlar nail olar. Ustalığa qayıtmaq qərarını verdiyiniz an həyatınızda hansı dönüş nöqtəsi oldu? Ustalığa qayıtmaqda verdiyim ilk öncə birinci, necə deyim, ev təmizliyinə gedəndə 5 manat, 3 manat qazanırdıqsa, çox şükür Allah, ev remontuna gedəndə o 5 manat, 3 manat, 10 manat olurdu. Evə gələndə sevinirdim ki, əlimdə sadəcə çörək almağa, su almağa və yaxud da ki, uşaqlara nəsə bir şirin quş almağa deyil. Evə başqa şirniyyat da almağa əlimdə pul olur. Evə gələndə deyirdim ki, məsəl üçün, uşaqların əyinin paltarı yoxdur. Mən onu necə alacam? Qışdırsa qış paltarı, yaydısa yay paltarı, ayaqqabısı belə fikirləşirdim. Ustalığa gələndən sonra yenidən bu sənədə qayıtdığımdan sonra gördüm yox, özüm o dayağın üstündə durmağı bacarıram. Bu sənəti davam elətdirirsən, yəni bilərəm ki, aciz deyiləm. Çox şükür acizlik deyil, yəni siz necə o əyilmək, sınmaq, bir kənarda durub uşaqlara baxıb nəyisə əldə edə bilməmək, uşaqların kiməsə baxıb göz götürmək ki, onda ondan var, mən də istəyirəm. O, onu alır, onda. Adi məktəbdə bugünün gündə bilirsiniz ki, bu dəqiqə uşaqların sumkaları o qədər dolu olur ki, kitabdan əlavə bir dərslikdə 10 dənə test olur. Onu almaq üçün mən baxırdım, çabalıyordum, deyirdim, mən başqasının var, mənim uşağım yoxdur. Mən dünyaya gətirməmişəm ki, yəni mən dünyaya gətirməmişəm ki, bu uşaq baxıb boynu küçük olsun. Mən dünyaya gətirmişəm ki, bu uşağı həyat verim. Yəni bunu, o həyatı əlimdən almayım. Ustalığa mənə verdiyi sənət, bugünün gündə də usta deyə çağırırlar. Yəni yaşadığım yerdə istəyir, hər yerdə tanıyanlar olur, çox sağ olsunlar. Çölə çıxanda, gələndə, yol gedəndə, salam usta necəsiz, sənətkar necəsiz deyə. O özü bir sevinçdir, bir fəxirdir. Uşaqlardan da adətən soruşurlar, anan kimdir, deyir, Təranə, deyir, Təranə ustanın qızısan. Bəzən vaxt inanmırlar ki, inanmıram ki, Təranə ustanın qızı olasın. Uşaqlar gəlirlər, bir sevincə deyirlər ki, təriş, sən xəbərin var, biz dedik Təranənin qızı, deyir, yox, siz Təranənin qızı ola bilməzsiniz, Təranə ustanın qızı ola bilməzsiniz. Özü də böyük bir fəxirdir. Bəli, çünki bizim zamanədə həqiqətən belə, bəlkə keçmişdə olub, biz bilmirik, biz o zamanədə yaşamamışıq. Qadın usta dedikdə, istər maşın ustası, istər ev ustası, yəni qadınların çoxu bununla məşğul olmaq, yəni həm deyək ki, bacarmırlar, həm də o biraz kişi işi olduğuna görə çoxu qorxaraq yan keçirlər. Bəlkə yaxınlaşırlar ki, istəyirlər ki, bu işlə məşğul olsunlar, görürlər, yox, çox ağırdır. Mən şəxsən sizin işinizə baxmışam, dəfələrlə dostuq da, biz dəfələrlə sizin paylaşımlarınızda və görüşlərdə siz özünüz çəkdiklərinizi mənə göstərəndə həqiqətən deyirəm ki, maşallah olsun da, yəni elə bir ağır işlər görürsünüz ki, yəni daşı belə qaldırıb, yəni özünüz tək onu oraya qoymaq həqiqətən çox ağır bir işlərdir. Allah sizin həqiqətən əziyyətinizi yerdə qoymasın, İnşallah o iki övladınızın gözəl günlərini qismət eləsin və sizin bu çəkdiyiniz əziyyətin də bəhrəsini onlar sizə getirsin Allahın izni ilə. Çox sağ olun. Ananızın sizə olan inancı və dəstəyi bu çətin yolda sizə necə güc verirdi? Anamın dəstəyi, mən ilk öncə ustalıq edəndə heç kimin xəbəri yox idi ailəmdən. Mən ustalıq edəndə anama zəng vurdum, dedim ki, ana mən belə bir yol seçdim özümə.
dedi bala mən səndən qürur hissi keçirdirəm. Amma ağırdı, girmə. Atam ustadır, bilirəm, görmüşəm. Özümüz də yetişəndə körpə vaxtı. Xəbərimiz orada ağırlıq necədir dedik. Eləmə, qızsın, sağlansın bala. Biraz yaş geçdiysə onun çətinliyin, onun ağırlığın sən canlı hoparda hiss eləyəsən. Yox ana, bu gün şəhər kimi bir yerdə yaşayanda, uşaq böyüdəndə, yəni belə deyim, biraz çətindir qadın olaraq, bir ana olaraq, tək ana olaraq. Uşaq böyütmək, onun məsuliyyəti, onun hər bir şeyi, yəni fəxr hissi ilə uşaq böyütmək tam fərqli bir şeydir. Anam mənə dəstək oldu, amma anamı çox qınadılar yaşadığım yerdə. Anam mənə zəh vurub ağlaya-ağlaya deyirdi ki, bala, xahiş edirəm. Mənə deyirlər ki, sənin qızın kişilərlə işləyir. Sənin qızın kişilərlə oturur, çörək yeyir. Sənin qızın, nə bilirsən, hansı kişilərlə harada işləyirlər, nətər işləyirlər. Yəni, bu el qınağı deyə bir şey var. Amma mən dedim ki, narahat olma, mən bunun ötəsindən gələcəm. Sən bilirsən, o mənə dəli qızım deyirdi. Belə Nəzir Əhməd. Deyirdim, mən bunun ötəsindən gələcəm, sən narahat olma. Deyirdi ki, bala, özüm heç mənə nəzdə desələr də vecim olmaz. Amma prosto sənə deyirlər, sənə söz deyirlər, o mənim ağrıma gəlir ki, mənim balam orada ağır işlərin içindədir. Amma mənim balama bu sözlər deyildir. Gün elə gün gəldi ki, atamın da xəbəri oldu. Ki, mamam atama dedi ki, qızımız ustalıq edir. Onda atam mən zəh vurdu, ağladı. Dedi ki, bala, mən bala böyütmədim ki, geçsin bu boyda əziyyətin altında qalsın. Mən bala böyütmədim ki, geçsin belə zülüm çəksin. Sən bırak o işin başın, bala, dolanışın zəifdirsə, gücün çatmırsa, gücün yetmirsə, gəl yanıma. İki uşaq, tək ana. Axı, mən evdən gələndə tək gəlmişəm, iki uşaqla gəlməmişəm axı. Bilirəm, ailəmin vəziyyəti də yaxşı deyil. Mən necə bilə-bilə gedim orada yük olum. Baxma, oraya gedəndə də bir qız ata evində böyüsə də o qız evə qonaq kimi gedir. Oraya qonaq kimi gəlir, orada sənin öz evin olmur. Amma mənə deyiləndə ki, gəl, dedim yox. Mən uşaqlarımı mən böyüdəcəm, mən baxacam. Bir vaxtdan sonra mən, anam dedi ki, balam, yavaş-yavaş uşaq qəbul edirlər, bəs yəni heç kim daha heç nə demir. Mən rayona gittim, öz rayonumda. İlk növbədə bilim çağırdı ki, gəl, yəni o bizimlə aramızda çox yaxşıdır, gəl bizim evin aboyuna sən bax. İlk işim rayonda öz qohumlarımızın arasında birinin evi oldu. Ondan sonra yavaş-yavaş əmim yoldaşı çağırdı, əmimci çağırdı, emosiya vurmağa, əmim qızı girdə. Yəni, belə-belə düzəldi. Bir vaxtı anam zəh vurdu ki, bala, mən səndən o qədər fəxr hiss edirəm ki, mənim qızıma o qədər fəxrlə baxırlar ki, yəni, bu fəxri mən yerə-göyə sığdıra bilmirəm. Mən hər işimin başlarında, axırında anama zəh vururdum. Anamla danışırdım, anamla nəfəs alırdım. İlk ruzimi, halallığımı ondan eşitdim ki, mən işə gedirəm, mənə bir uğurlar deyil. Amma həyat, Allah heç kimə göstərməsin, amma bu yetimlik o qədər pis bir şeydir ki, o qədər ağır bir şeydir ki, yəni mən gözləmirdim, mən heç vaxtı belə təsəvvürüm də eləməmişəm ki, anam bir gün olmayacaq. Yəni, Allah bütün ölən anamlara rəhmət eləsin, qalanlara can sağlıq eləsin. Bəzən insanın gözü o telefonda olur, yanında olan insan telefon çağırır ki, anası zəh vurur. O zəngi o qədər istəyirəm ki, yəni insanın sağlığında qədrini bilin, sağlığında fiyat verin, böyüklərinizlə, yəni incitmeyin, sonra gecikirsiniz, sonra peşman olarsınız. Allah rəhmət eləsin.
Ananızı itirdikdən sonra yenidən ayağa qalxmaq üçün necə bir mübarizə oldu və sizi ayaqda saxlayan əsas səbəb nə idi? Mən anamı itirəndə mən onun 40-na kimi o qədər depresiya yaşadım ki, mən hər yatanda mənim anam gəlirdi, qapını aralayırdı, yuxuma çıxırdı ki, mən ölməmişəm, mən buradan tutar, mən dəli qızım, sən eləyərsən, mənə çıxart buradan. Mən onun depresiyasını, mən onun həyatını, mən onun, gedirdim qəbirstanlığa, istəyirdim gecə gedim qəbirstanlığa açım ki, görüm həqiqətən anam ölür, yoxsa ölməyib. Mən anamda xəstə deyildi, həyat sevən bir qadın idi. Yəni, birdən-birə ani bir zəhlə gəldi ki, bəs anam, səhər danışmışıq anamda tezləndən. Gün o da zəng gəldi ki, ananın vəziyyəti pisdir. Soruşdum nədir, dedilər ki, ya vəziyyəti pis, səhər danışmışıq, yaxşı, mən anam dəm qazına rəhmətə gedib. Mən belə deyim, bir 40 gün evdadır, gördüm, yox, ancaq qaranlıq otaq, ancaq anamın səsləri, evdə oturduğum yerdə özümdən ürpənirdim, baxırdım ki, evdə ayrı bir klok yerindən tərpənib, dedim, anam gəlib, anam yanındadır, uzanırdım, yatırdım, deyirdim ki, mama, telefon kamerasını çevirdim ki, ruhlar kamerada görünür. Deyirdim ki, mama, gəlmirsənsə bir dənə çıxıldı, elə benim ki, buradasan. Onda görürdüm ki, çıxıldı bir səslər gəlir. Deyirdim, yox, anam yanımda. Bir də hər dəfə mən ağladıqca, hər dəfə mən qaranlıq odaqda qaldıqca qızlarım gəldi yanıma. Ana ağlama, gördüm, yox. Yəni, belə həyat olmaz. Yəni, belə uşaqları mən depresiyada salıb, uşaqların psixologiyasına təsir eləmək istəmərəm. Mən uşaqlar bu əziyyəti verə bilmərəm. Sadəcə uşaqlarıma dayanaraq, ayaqda qalmağa məcbur kimi oldu ki, uşaqlarımı böyüdüm. Yəni, Allah heç kimə göstərməsin, heç kimə də ana dağı çəkməsin. Yəni, deyəcəm belə. Tərənə xanım, bu sənətdə qadın olduğunuz üçün qarşılaşdığınız haqsızlıqlar və çətinliklər sizdə hansı hisslər yaradır? Mənim bu sənətdə olanda mənə o qədər zərbə vururdu, o qədər, birinci deyir, ağacı qol içindən yiyər, birinci insana nə edirsə özünü edir, qıraq bilmirsən hardan qurar, necə qurar. Mən bu sənətə gələndə heç mənim ağlımın ucundan da getmədi ki, mən bir vaxt ailə quracam, 2 uşaq sahibi olacam. Mən sonra qayıdıb, necə deyim, uşaqlarıma tək böyüdüb, analıq edib, onların hər bir şeyini mən qarşılayacam. O ağlıma gəlməmişdi. Hələ ustalıq işi heç ağlıma gəlməmişdi. Mənim həyatda tam fərqli arzularım var idi. Tam fərqli yaşayış istəyim var idi, tam fərqli arzularım var idi. Yəni, onlar arzu olaraq içində qaldı. Mənim, belə deyim, uşaqlıqdan arzum müğənni olmaq idi. Ağladım, mikrofonu balkona çıxırdım, oxuyurdum. Atam deyirdi ki, bütün səsini kəsin. Və başım ağrıdı. Üzeyri mahnılarını oxuyurdum. Üzeyri populyar olan vaxtlar idi. Sonra gördüm, yox, hələ müğənni olmaq istəyirəm deyə atam istəmir. Sonra məktəbdə rəsm çəkirdik, rəsmlər. Rəsmləri şəklə baxan kimi çəkirdik. Bizim ailədə, genetikada belə rəssamlıq var. Rəssamlığa meylimiz də var idi. Bizim ailənin, belə deyim, 99% ustadı, nəslin kökü. Dedim, yox, rəssam olum. Sonra da o da alınmadı. Baxın, görüm, ya oxumaq yoxdur, ya onun məşqinə getmək yoxdur, ya onun sənəti seçmək imkanı yoxdur, heç oxumağa olmaz. Gəldik bu sənətə. Bu sənətə gələndə də, yenə dediyim kimi, bizi öz ailəmiz, öz nəslimiz birinci o yıxa bilər. Bizə qıraqdan kimsə nə deyirsə, bizi o qədər yandırmaz, incitməz. Deyərik ki, kimsə, yəni bir məsəl var, deyirik ki, karvan gecər deyib, gedərik. Mən kimin işinə nə qarışıram, nəyimə lazımdır, heç vecimə də olmadı. Amma birinci mənim yıxan özümünki oldu. Birinci mənim yıxan öz ana tərəfim oldu. Mənə o qədər yıxdılar, o qədər sürüldülər, o qədər baltaladılar. Yəni,
hayatı boyu bağışlamayacağım bir şey. Ben demişim ölene kadar da belki de tanrıdan taşırıp halallığını vermeyeceğim bir insanlardı. Bağışlayabilmeyeceğim bir insanlardı. Bir insan, yani necə deyim, ayağın üstünde durmak istəyəndən niyə bu cürə məhv qoyurlar? Yəni, çox şükür Allaha büdürəməmişəm, büdürəmərəm də. Yəni, o gün büdürədiyim gün özümü öldürərəm ki, yəni mən o değilim. Yok, inşallah o günler de olmaz ve bundan sonra güzel günler olar. O şeyler de düşünmeyin. Her bir insanın hayatında o pis günler olduqda dostu da, tanışı da, yaxını da o zaman istəyirsən. Belə dost və ya belə qohum olmağa nə var ki, şad gündə həmişə yanında olsun, otursun, o həmişə var. O hansı ki, bəd gündə, hansı dar gündə yanında olan, necə deyirlər, atalar sözdə var, dost dar gündə tanınar. Yəni, ona görə də həmən günü bilinir ki, kim kimdir. Və inşallah ki, onlar da öz səhvlərini başa düşərlər və anlayarlar ki, heç kim gərək heç kimin qınamasın. Sabah o özü qınanar. Və qınadığı halda bir fikirləşsin ki, niyə qınayıram? Yəni, bir insan bu sənətə sahibdirsə, o demək deyil ki, bu insan pisdir. Deməli, bu ağır sənəti seçib ki, öz həyatında ağır olsa belə, amma bu çörəyə sahib olsun, heç olmasa kiməsə möhtac olmasın. Və bilirik, bugün bütün dünyada belədir. Yəni, insanlar var ki, bir tikə çörək üçün necə əziyyətlər çəkirlər. Yəni, siz bunu gözünüzün önünə gətirdiniz və bu sənəti seçdiniz. Onlar sizə dəstək verməkdən sizə badalaq vurdularsa, bu onların öz səhvləridir. Bir gün Allah onların qarşısına çıxaracaq onu, siz ona əmin olun. Və inşallah ki, onlar da öz səhvlərini anlayacaqlar və gəlib sizdən üzr də istəyəcəklər. Çünki Allah heç bir bəndəsini, yəni sona qədər etdiyi o pisliyin də qarşılığını vermədən öldürmür, etdiyi yaxşılığın da qarşılığını. İnşallah siz gözəl olun, siz bu yaşamınızı belə də davam etdirin. Bundan da gözəl olacaq və o gün olacaq ki, siz edə bilməyəcəklərinizi övladınız sizə edənlər və həyatında gördüyünüzdə ki, o mən eləmədim, amma övladlarım hal-hazırda ən böyük universitetdə oxuyurlar, ən böyük inşallah işlərdə işləyirlər, nazirliklərdə işləyirlər və onda deyəcəksə ki, bəli, bu bir zaman biz təşkil eləmişdik, bax, belə bir moment olmuşdu, belə bir vaxt olmuşdu və o vaxtda Namiq bəy bunu dedi. İnşallah gözəl olar Tərənə xanım, həqiqətən də çox şad olduq sizlə bu təşkil etməyə və son olaraq bugün məqsədləri və arzuları olan bir ana kimi həm övladlarınıza, həm də oxşar taleyi yaşayan qadınlara nə demək istərdiniz? Belə deyim, bir insanın qarşısında məqsəd varsa, hər şeyin öhdəsindən gələcək. Yəni, qadın zərif deyil, zəif də deyil. Deyirlər, qadın zərifdir, zəifdir, xeyr. Qadın çox güclü bir qüvvədir. Qadın bir, necə deyim, bir ilahi bir varlıqdır. Özləri öz işlərini həll edirlər, özləri hər şeyin öhdəsindən gəlirlər. Arzum olaraq, necə deyirəm, evlatlarımın görməyi, sənət sahibi olmağı, onlara gözəl bir həyat nəsib etməyi Allah Allah mənə qismət edəsin. Bütün valideynlər öz balalarını, necə deyim, yəni, öz balama necə arzu edirəmsə, Allah bütün valideynlərin balasını elə üçün bir xoşbəxt eləsin. Yəni, belə deyim, həm zamanlığını yaşayanmadım, həm gəncliyini yaşayanmadım, həm uşaqlığını yaşayanmadım. Allah mənə elə bir, necə deyim, həyat qismət eləsin. Ailə həyatı qurmaq üçün bir şey demirəm, yəni sözüm ora gedib çatmasın. Necə deyim, işim elə gətirsin ki, Allah mənə o imkanı versin. Mən də bir qadın kimi, necə deyim, geyinib keçinib gəzmək, bir qadınlara baxanda həsrətlə baxmamaq. Qadınlar zərif deyil, özünüzü aldatmayın ki, mən nəyəsə gücüm çatmaz. Hər şeydən depressiyaya düşməyin. İnsana həyatda bir kərə can verilir. Yəni, insana həyatda bir dəfə uşaqlıq verilir, bir dəfə gaclıq verilir, bir dəfə yaşlılıq verilir. Hər yaşı, necə deyim, elə yaşayın ki, hər gününüzü elə yaşayın ki, son anınız, son gününüz kimi yaşayın. Bu günlərin kimsə sizə nəsə deyər, nəsə təsəvvür edər, onun depressiyasına düşüb yıxılmağa
meyilli olmayın. Mən güclüyəm, mən ayağa qalxa bilərəm, mən edə bilərəm. Bir insanın sadəcə beynində formalaşdırıb özünü idarə edə bilsə, heç kim həyatda onu yıxa bilməz. Heç onun Allahı var. Onun başının üstündə Allah var. Bəndə olan, Allah olan yerdə bəndə kimdir ki ona nəsə edə bilər? Və yaxud da kiminsə deyirlər, heç duası ilə, bədduası ilə doğulmamış ki, bədduası ilə də ölək. Ona görə də kimsə nəsə dedi, kimsə nəsə elədi, kimsə mənim dalımca nəsə danışdı. Bugün də kim desək ki, mənim qəlbim qırılıb, mənə bu söz verir, mənim adıma bu sözlər yazıb, heç kim, vallahi bir dəqiqə qapısını döyüb 20 qəpik vermir, ya bir çörək vermir. Baxın, görün ki, sizin əhatənizdə olan insanlar sabah sizi qaldıracaq insandırmı, yoxsa yıxacaq insandırmı? Ona görə insanları seçin ki, bu günlərin böyüyəndə və yaxud da böyük vəzifəyə gedib çatanda, elə bir şəxsiyyət olanda, yanınızda deyin ki, mən fəxr istəyirəm, mənim yanımda belə bir yoldaş var idi. Sabah böyüməyə doğru gedəndə, o insan sizi yıxanda, yəni peşman olmayın. Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm ki, sahib gəldiniz. Çox sağ olun, hər kəsə təşəkkür edirəm, minnətdaram. Sağ olun, uğurlar sizə işləriniz. Çox sağ olun. Sağ olun əziz izləyicilər. Gələn görüşlərə dək. Kulaq as mənə sevgili şair, danışım öz həyatımı bir yaza bilsən həyatıma dair. Bilərəm ki bu nəğmə mənimdir. Yazaram yenə bircə vərəq mən, alınar yeni sevgili nəğmən, yenə sevgilim hər şeyə rəğmən. Elə bil ki bu nəğmə sənindir. Gözünü yumar açar, gözü odalıb saçar, hər gecə qaçar, yuxusu sevən adamın. Yüreğinde gizli sızlar, erimez mi buzlar, halın anlamazlar, çoxusu sevən adamı. As mənə sevgili şair, danışım öz həyatımı bir yaza bilsən həyat.